öz gəlininin toy gecəsi ilə bağlı fotosunu mənə atıb soruşur ki, baxın görün bu həqiqətənmi bakirəlik qanıdır? Həkimə göstərin. Bir qaynana deyir. Və bu fotonu da o qaynanaya oğul çəkib göndərib. Bir təsəvvür edə bilirsinizmi? Toy gecəsidir və bəy, bunun oğlu tez əlinə telefon alıb Mələfənin fotosunu çəkib anasına yollayır. Anası da mənə göndərir ki, həkimə göstərin, görün, həqiqətənmi bu bakirəlik qanıdır. Mən sadəcə o qadının, o qaynananın mənə yazdığı mesajları oxuyacağam, başqa bir söz deməyəcəm. Əslində isə o qaynanaya demək istədiyim çox söz var. Sadəcə bilirəm desəm, çox sərt olacaq. Etik qaydaları da pozmaq istəmirəm. Baxın, bu qaynana mənə nə yazıb? Salam Könül xanım, həkimə göndərin, gəlin bakirədirmi? Oğlum da bilmək istəyir, bu bakirə qanıdırmı? İndinin qızları hər hoqqadan çıxır, elə toy gecəsi oğlum çəkdi fotonu. Nə qədər doğrudur, nə qədər etikdir bunu etmək. Bunu bir gəlinə etmək. Yəni, yenə deyirəm, baxın, əslində çox söz demək istəyirəm, amma bilirəm desəm çox sərt olacaq, mən də o etik qaydaları aşmaq istəmirəm. Bütün şərhi sizin öhdənizə buraxıram.